Salamlar. Çox sayılı istekləri nəzərə alaraq yenidən Viktoriyaya gəldim və sizlər üçün canlı açdım. Hər kəsə salam. Bildiyiniz kimi mən Türkiyədəyəm. Victoria's Secret mağazasındayım. Bugün son günümüzdür. Canlıları qaçırtmayın. Arkada Sephora mağazası var. Birazdan Sephora'da da canlı açacağım. İndi isə Victoria'ya daxil oluram. İzləyin. Victoria'da neler var? Gəlin birlikte izləyək. Victoria'nın gördüğünüz kimi belə gözəl iç geyimləri. Bu dəfə daha detaylı şəkildə sizə göstərəcəm. Baxın. Belə çox gözəl iç geyimləri var. Burada belə ədyallardır. Yenə burada. Baxın belə setlərdir yeni il üçün. Və burada sevilən parfümlər və losyonlar. Keçən dəfəki canlıda hər birini göstərmişdim. Salamlar, Əlizadə 6725. Bura Türkiyədə Victoria's Secret mağazasıdır. Deyəsən siz səhifəyə yeni qoşulmusunuz. Mənim səhifəmdə yalnız orijinal məhsullar təqdim olunur. Mən Türkiyədəyəm. Sizlər üçün məhsullar almağa gəlmişəm. İstədiyiniz hər bir məhsulu sifariş edə bilərsiniz. Belə Victoria's Secret'dən yeni il üçün setlərdir. Gördüyünüz kimi baxın. Məşhur Bombshell parfümüdür. İzlədiyiniz üçün təşəkkür edirəm. Burada Bombshell'in özü və Bombshell Gold yeni çıxıb. Mən onu çox bəyənirəm. Bu onun krem və losyonudur. Belə deyil. Losyon və spreyidir. Təzə qoşulmusunuz. Təşəkkürlər. İzləyin. Səhifədə yalnız orijinal mallar təqdim olunur. Mən o qədər yol gələrək sizlər üçün sırf yeni məhsullar axtarışındayım. Belə bir set də var hal-hazırda. Bu Bombshell. Bunu dünənləri digər Victoria's Secret mağazasında biləyimə sıxmışdım. Siz inanırsınız ki, duş qəbul etdikdən sonra belə Bombshell Gold'un qoxusu çox gözəl qaldı. Bir də ki, Tease qoxusunu çox bəyəndim. Çox sağ olun, çox sağ olun. Siz də qoşulursunuz. Merhaba. Ben koklamıştım bunu. Çok güzel. Yeni gelen bir koku. Evet. Teşekkür ederim. Ben şöyle çekeyim de alışveriş yapacağım. Burada da Bombshell'lerin özüdür gördüğünüz kimi. Burada setlərdir. Hansı ki siz Victoria's Secret parfümlərini yoxlamaq istəyirsiniz, amma bu sizə biraz baha gəlirsə set şəklində alın. Çünki burada ən sevilənlərdir gördüyünüz kimi. Və mənim sevdiyim Bombshell Gold buradadır. 100 ml və 50 ml. Qiymətdə çox cüzi fərq var. Ona görə 100 ml məsləhət görərdim mən. Sonra burada belə yeni il üçün olan dəstlər var. Gəlin buraları da bir nəzər yetirək. Baxın belə. Bu mənim gördüyünüz kimi. Burada da baxın belə bir setlər var. Bunlar çox cəzbedicidir. Bunlar Amerikada çox hədsiz baha satılır. Nə qədər endirim olsa belə. Baxın, alt geyimlərdir bunlar. Necə şıqdır gördüyünüz kimi. Yəni materialı toxunmadan anlamaq mümkün deyil. Baxın belə. Hər daim Victoria's Secret kolleksiyası yenilənir. Hər daim bu belədir. Burada alt geyimlərdir gördüyünüz kimi. Nə sifarişiniz olsa, nə sualınız olsa yaza bilərsiniz və budur. Gəlinlər üçün ən gözəl seçimlər gördüyünüz kimi buradadır. Arxa detayını da sizə göstəreyim. Belədir arxa detayı. Yəni hər razmerə uyğun var. Əgər yaxın zamanda xonça yığdıracaqsınızsa ya hədiyyəlik ki özünüz üçün Victoria'nın mütləq bir Victoria məhsulu orada olsun. Victoria'nın gördüyünüz kimi alt geyimləri, belə pünyarları var. Bu isə gəlinlik altından geyinmək üçündür əziz xanımlar. Çox gözəldir. Baxın belə, burada fərqli rənglərdə də var. Xonçalarınızın bir nömrəli bəzəyi, Victoria's Secret iç geyimləri və Victoria's Secret parfümləri olacaqdır. Gördüyünüz kimi. Baxın belə. Burada maraqlı rənglər də var. Mağaza ümumiyyətlə böyükdür. Mən sizə mağazanı gəzdirirəm hal-hazırda. Baxın. Gördüyünüz kimi. Burada isə pijamalardır və material çox yaxşıdır. Belə. Çalışacağım sizlər üçün yeni bəzi məhsullar götürüm satışı üçün. Burada belə gördüyünüz kimi paçkada olan pijamalardır. Bu mağazada Cəvahirdəki kimi
olduqca böyükdür, yəni. Baxaq. İndi sizə Pink seriyanı mən gəzdirəcəm. Gəlin. Burada gördüyünüz kimi Pink seriyadan olan geyimlərdir. Merhabalar. Merhaba. Baxın belə. Burada isə sizə Pink seriyanın həm də parfüm və losyonlarını göstərəcəm. Əgər tapsam, bu da daha çox sport stildir. Burada belə bir setlər var. Gördüyünüz kimi Victoria'nın bədən losyonu, duş geli falan. Burada isə Pink seriyadan olan 3 ədəd spreydir. Bir ədyalar falan. Bu isə Pink seriyadır. Baxaq. Ətri çox qalıcıdır Pink seriyanın. Yəni burada çox gözəl ətirləri var. Sizinlə bərabər mən də ətirlərini eləyim. Qəşəngdirlər, qalıcıdır bu ətirlər hər biri. Baxın, belə göstərim. Burada isə bədən skrablarıdır. Victoria'nın çox qəşəng. Sonra burada da bədən skrabları var. Bunlar bal tərkibli duş gelləridir. Losyonlar bədən yağlarıdır. Gedək sizə biraz daha mağazanı gəzdirim. Nə suallarınız varsa verə bilərsiniz. Buranı da sizə gəzdirəcəm. Burada da yenə parfümlərdir. Belə bir setlər var. Yəni ən sevilən Bombshell qoxusu. Çox gözəl. Yəni bu qoxuya vurulmamaq əldə deyil. Çox gözəldir həqiqətən bu qoxu Victoria's Secret'dən. Yəni bunu da dünən bir biləyimə də bunu sıxmışdım. O qədər gözəl, yəni çox gözəldir. Yəni mən bunu bir daha bu qoxunu yəni möhtəşəm ötəsidir. Həqiqətən verdiyiniz pula dəyər qoxu üçün. Çox qəşəng. Bu isə budur. Yenə 50 ml və 100 ml-dir. Burada Victoria'nın kosmetiçkaları var. Baxın. Victoria's Secret kosmetiçkalarıdır bunlar. Yeni gələnləri salamlayıram. Baxın belə. Sonra belə ikili kosmetiçkaları var Victoria'dan. Victoria qiymətlər yüksək olsa da siz onu bilin ki, siz onları uzun müddət istifadə edəcəksiniz. Bunlar isə ətirlərdir. Və Victoria'nın ətirlərini heç bir yerdə oxşar ətir tapmaq mümkün deyil. Və belə bir set var. Very sexy seti. Bu ətirdir. Çox gözəl bir ətir. Biraz qapağı zədəliymiş. Burada qoyaq. Sonra baxaq. Burada gördüyünüz kimi Victoria'nın kaşelokları, kartbloklarıdır. Belə çantasıdır. Belə çamadanıdır. Gördüyünüz kimi bu çamadanıdır. Sonra belə pasport qabıdır. Bundan özüm də istəyirəm. Gözəldir əslində. Belə qalsın. Sonra ən sevilən losyonlar, kremlər, qalıcı. Bu mənəm. Baxın. Çox qəşəngdir ətirlər həqiqətən. Burada isə belə bir setlərdir. Aquakis çox sevilir. Baxın, testerdə artıq çox az qalır. Shimmerli seriyalar sevilir. Pure Seductionlar. Bu setlərdən almışam hal-hazırda. Gələrkən gətirəcəm satış üçün. Belə xanımlar, mən artıq canımı sonlandırmaq istəyirəm. İzlədiyiniz üçün təşəkkürlər. Biraz sonra isə artıq Sephora'da canımız olacaq. Hər birinizə təşəkkürümü bildirirəm.